Salam, hər kəsə biz bugün sizinlə kimya 7-ci sinif 1-ci hissə 3.2 məşədə istifadə edilən mühüm kimya birləşmələr mövzusunun suallarına baxacağıq. Öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın. Gəlin birinci sualımıza baxaq. Nə deyir? Kimya birləşməni təşkil edən elementlər onun keyfiyyət tərkibidir. A. Tanış olduğunuz maddələrin keyfiyyət tərkibi eyni olanları müəyyən edin, fikrinizi əsaslandırın. Məsələn, H2O ilə H2O keyfiyyət tərkibi eynidir. Baxın, məsələn, burada etil spirti ilə aseton, sonra şəkərlə, məsələn, etil spirti, aseton, şəkər, yəni etil spirti, aseton, şəkər üçü bir yerdə keyfiyyət tərkibi eynidir. Üçündə də karbon, hidrogen, oksigen vardır. Sirkə turşusunu bura əlavə eləyə bilərik. Çünki onda da CH3, COOH, onda da karbon, hidrogen, oksigen var. Keçdik B-yə. Su ilə keyfiyyət tərkibi eyni olan hansı maddənin tanesi bu maddə tipdə hansı məqsədlər üçün istifadə olunur? Bayaq dedik ki, H2O ilə su ilə, yəni H2O2 hidrogen peroksiddir. Deməli, hidrogen peroksiddə deməli diş ətin qanamasının qarşısını almaq üçün, sonra bakteriyaları öldürməkdə istifadə olunur və digər məqsədlər üçün istifadə olunur. Sonra keçək öyrəndiklərinizi yoxlayın. 1. Çay sodası və etil spirti əsas hansı məqsədlər üçün istifadə olunur? Çay sodası xəmirin şişirdilməsində istifadə olunur əsasən. Etil spirti isə tibbdə ən çox geniş istifadə olunur. Baxın, etil spirti budur. Dezinfeksiya edici kimi xarakterik hissi var və dezinfeksiya edici kimi istifadə olunur etil spirti. Sonra 2-də uyğunluğu müəyyən edin. Kimya birləşmə və formulu. Şəkərin formulu C12H2211-dir. Asetonun formulu CH6O'dur. Naşatır spirtin formulu da NH4OH-dır. CH3COOH sirkə turşusundandır. H2O2-də hidrogen peroksidindir. Sağ olun dostlar, hələlik. Gələn mövzularda görüşənədək kanalıma abunə olub like atmağı unutmayın.